İndidən hamıdan üzr istəyirəm, çünki bu videoda video keyfiyyəti biraz pis olacaq. Hər kəsə salam dostlar. Bugün sizlərlə birlikdə sörgü 2 prestij eləyəcəm. Bu mənim 57-ci prestijim olacaq və 800-cü 2 prestijim olacaq. Çox da uzatmadan başlayaq videoya. Aha, deməli qabağa çox da belə Edgar falan gəlmədi. Güclü karakter gəlmədi. Güçləri qıraq birinci. Aha, burada bir dənə imperator fanı var. İmperator fanı da ağladaq burada. Aha. İmperator fanı olmayayım, mənim fanım olur. Aha, burada El Primo'nu da öldürdük. Colette var burada. Colette'i de öldürəcəyik. Deyəsən, Allah qoysa. Colette qaçdı. 3 qıraq. Colette'in başını bırakın. Aha, Colette'i de öldürdük. Colette botuymuş. Çox pis oynayır Colette. Colette oynar. Lumi var burada. Lumi'ni de öldürdük. Aha, axıra qaldıq. Bolt'u da öldürəcəyik. Yəqin ki. Aha, pisən qutardı. Birinci oldu. Tekrar oynayacağım. Qabağa kimlər gələcək? Edgar gəldi, Mortis gəldi, Nori gəldi. Başqa bir dənə Sörgü gəldi, Kit gəldi. Çox güclü karakterlər gəldi bu dəfə. Güclü dediyim yəni ki no skill. 2-3 olduq. İndi gedirəm Kit'in dalınca. Neyse, Kit'in başını bıraxdım, yük qırıram. Mortis çıxacaq buradan. Yox, çıxmadı. İndi çıxdı. Gedək Mortis'e. Vurduq Mortis'e bir dənə. 2 dənə vurduq. Aha, Mortis öldürdük. Dislike basaq. Frank var burada. Əslində Frank'in canı çoxdur, amma öldürə bilərik. Çünki biz də çox vururuq. Aha, çox az qaldı. Bir vuruşluq canı qalıb. Ultisini bastı, amma dəymədi bizə. Aha, öldürdük. Frank'i də öldürdük. 7-3 olduq. Əladır bizim üçün. Ah, burada başqa bir dənə Sörgü var, amma bunun səviyyəsi azdır. 2 səviyyədir. Biz 4-cü səviyyəyə çıxmışıq. Həm də 7 yükümüz var. Küçü öldürə bilərik məncə. 3 yükü var. Həm də ki ultimizlə əngəlləyə bilərik. İki dənə də vursam öləcək, amma ultini səhv yerə atdım. Səhvən. Canımız da olsun biraz. Dostlaşdıq nəsə. İndi gedək dadanaq, Kit'i öldürək. Kit. Bunu da öldürməliyim. İşte gəl bura. Aa, bizə vurur. Hə, öldürdük. Dislike'ımızla başlayıq. Aha, demək cəmsi cümlətanə 4 kupamız qaldı. Sörgü 2 prestij eləməyə. Baxaq yenə qabağa kimlər gələcək. Mortis gəldi, Cordelius, nə bilim. Başqa sörgülər gəldi. Cin gəldi. Cin yanımıza gəldi. Cinin kostümü mənim hesabımdan dəyərlidir dostlar. Bu da kostümdür də. Korsanlar etkinliğində alınırdı bu kostüm. Korsan kolt qədər ən azı dəyərlidir. Çünki bir də gəlmədi dükana. Amma deyirlər ki gələcək bu yaxınlarda. Cordelius gəldi bura. Cordelius'un başını bıraxaq mı?
Ya ki gedək yükü götürək bir dənə. Ayda öldü ama Cordis'i de öldürdük. Efne olmaz. Canımız sağ olsun düzləmirəm. İndi qabağımızda düz 3 dənə sörüsü var oyunda. Həm də Rico falan var. Nori də var. Norilər sıxıntı yaradır. Gərək çoxlu yük qazanıb Noriləri tez öldürək. Angelo qaçdı. Öz yükümüzü qıraq burada. Bu niyə belə edir? Bizim zəifdə bu. Gəl bura. Bunu öldürə bilərik rahat. Ama qaçır bizdən. Burada değil. Qaçıb. Neyse öldürdü yine axır əvvəl. Burada Nori var. 7-3 kazanıb. Kesin ki bunu öldürək. Ne demek istəyir görürsən? Qaçıram oradan. Sağlarda aha. Demək son bir dənə Rico var. Rico'nu da öldürdük. Mənim fikrimcə aha öldürdük. Nori'yə öldük. Təxmin elədiyim kimi. Çünki Nori çox güclüdür. 3 kupamız qaldı indi. Bayaq 4 kupamız qalmışdı. İndi 3 kupamız qaldı. 2 prestij almağımıza. Qabağa belə 2 dənə Mortis gəldi. Krovzal gəldi. Brock gəldi. Chester də gəlmişdi. Səhv görmədimsə. Aha, Mortislərdən biri bizə doğru gəldi. Sonra qaçdı o bir yana. Willow var orada. Əslində Willow'u kəsə bilərik, amma ultimiz olmalıydı. Ultimizi daha səhv eləyir məncə. Məncə buradan qaçmalıydı. Aha, səhv elədi. Öldürdü onu şey. Geri dönüşü olmayan bir səhv elədi. Mortis'e vura bilmədik. Mortis. Neyse, qaçaq sağımızı dolduraq sonra. Vuraq Mortis'e. Ulti atmaq istəyirəm Mortis'e. Attım dəymədi, amma yenə də öldürdüm Mortis'i. Dislike'ımızı da basaq. Məncə video 900 dəqiqə falan olacaq. Belə baxanda. Aha, Chester var orada. Brock'u öldürərik, hə? Brock'u öldürdük. Son 2'ye qaldıq və indi bu dəqiqə udursaq belə şeyimizi, sörgümüzü 2 prestij eləmiş oluruq. Baxaq qabaqda kim var? Mendy var. Bir yüklü Mendy. 2 dənə vurduq, öldü. Və dostlar, sörgümüz 2 prestij oldu. Əgər sörgü 3 prestijə kasmağa çalışmağıma baxmaq istəyirsinizsə, çalışa bilərəm çünki sadəcə bu videoya 50 like atsaz əgər, onda çalışacağım ki 3 prestij edeyim, amma 100 like atsaz 100% 3 prestij edəcəm. Bu da mənim hesabımın axırıncı görüntüsüdür. Belə oldu. Gələn videolarda görüşərik. Sağ olun.